Varlıq aləmində insandan başqa heç bir kəsin birbaşa Allaha yolu yoxdur. Heyvan da, bitki də, bütün hava da, su da sərin vasitə bu kanalından Allaha tərəf gedir. İnsan vücudu vasitəsilə. Bir dənə buğda dənəsinə baxın, buğda. Əkilir torpağın altına, düzdür? Əkilir torpağın altına sümbül çıxır, artır. Götürürlər onu, aparırlar, neynirlər? Dəyirmanda üyüdürlər, daş altında əzilməlidir bu. Əzilir, olur un. Aparırlar onu, xəmir elirlər. Su ilə qatıb yoğururlar. Sonra təzdən bunu qoyurlar təndirə. Bu yazıq nə qədər əziyyət çəkir bu buğda. Bir daşın altında əz, bir yoğur, bir aparır, təndirdə yandırırlar. Sonra gəlir ikinci dəyirmanı bir üstədə dişiniz çeynir, təzdən əzilir dişinin altında. Bu proses nə üçün? Girsin sən mədəvə, enerjiya çevrilir.